Bu günləri mən sizə uzunluq vahidlərinin izahını verəcəm. İlk öncə uzunluq vahidlərini kiçikdən böyüyə doğru ardıcıl şəkildə sıralayaq. Deməli, millimetr, santimetr, desimetr, metr və kilometr. Qarşısına birlərini də yazaq. Deməli, 1 santimetr 10 millimetrə bərabərdir. 1 desimetr 10 santimetrə bərabərdir. 1 metr 10 desimetrə bərabərdir. 1 kilometr 1000 metrə bərabərdir. Ən kiçik uzunluq vahidimiz millimetr. Ən böyük uzunluq vahidimiz kilometr. Şəhərlər arasındakı məsafəni ölçərkən biz kilometrdən istifadə edirik. Daha sonra böyük uzunluq vahidindən kiçik uzunluq vahidindən, kiçik uzunluq vahidindən böyük uzunluq vahidinə necə keçilir? İlk öncə yenə gəlin qısa bir şəkildə qeydlərimizi yazaq. Deməli, buranı təmizləyək. Dedik ki, 1 santimetr 10 millimetrə bərabərdir. 1 metr 10 desimetrə bərabərdir. 1 metr bərabər 100 santimetr. 1 kilometr bərabər 1000 metr. İndi kiçik uzunluq vahidindən böyük uzunluq vahidinə keçdikdə nə edirik? Böyük uzunluq vahidindən kiçik uzunluq vahidinə keçdikdə nə edirik? Ay uşaqlar, kiçik uzunluq vahidindən böyük uzunluq vahidinə keçdikdə bölürəm. Böyük uzunluq vahidindən kiçik uzunluq vahidinə keçdikdə vururam. Belə yadınızda saxlayın ki, böyük hər zaman çoxdur. Ona görə də vurur. Kiçik azdır, ona görə də bölürük onda. İndi yenə uzunluq vahidlərini gəlin ardıcıl şəkildə sıralayaq. Deməli, millimetr, kiçikdən böyüyə doğru. Santimetr, desimetr, metr və kilometr. Yazaq bura. Deməli, ən kiçiyimiz millimetr, ən böyüyümüz kilometrdir. İndi keçmək istəyirəm mən burada 5 santimetrdən millimetrə. Baxın, başqa rənglə göstərirəm. Siz bu sxemi yazıb, bir barmağınızı santimetrin üzərinə, bir barmağınızı millimetrin üzərinə qoyacaqsınız. Bunlar arasında bir sıfır var. Santimetr böyüklü, millimetr, təbii ki də santimetr. Ona görə də 5'i vuracam ona. O da eləyəcək 50. Deməli, 5 santimetr bərabər oldu 50 millimetrə. Yaxud da ki, 5 desimetr neçə millimetrə bərabərdir? Yenə, bunu mavi rənglə göstərirəm. Bir barmağınızı qoyacaqsınız deməli desimetrin üzərinə, birini də qoyacaqsınız millimetrin üzərinə. Arada neçə sıfır var? 2 sıfır var. 5'i vuracaqsınız 100'ə. O da eləyəcək 500 millimetr. Daha sonra, gəlin indi bu böyük uzunluq vahidindən kiçik uzunluq vahidinə necə keçilirdi? İndi gəlin kiçik uzunluq vahidindən biz böyük uzunluq vahidinə keçək. Yazaram ki, 500 santimetr bərabərdir neçə metrə? Deməli, bir barmağımı qoyacağam santimetrin üzərinə, bir barmağımı da qoyacağam metrin üzərinə. Arada neçə sıfır var? 2 sıfır var. Böyükdən kiçiyə keçirəm, yoxsa kiçikdən böyüyə uşaqlar? Kiçik uzunluq vahidindən böyük uzunluq vahidinə keçirəm. Bu zamanda bölmə əməliyyatı edəcəm. 500 böləcəm 100-ə, 100-də 2 sıfır var. Elə bil ki, 2 sıfırımız da ixtisar olunur. Buradan. Neçə qalacaq? Deməli, 5 metr. Daha sonra indi bir kiçik uzunluq vahidimizi də yazaq. Yazıram ki, 50 desimetr bərabər neçə metrə? Yenə bir əlimi qoyacağam desimetrin üzərinə, bir əlimi də qoyacağam metrin üzərinə. Desimetr metr arasında neçə sıfır var? 1. 50'nin yanındakı bir sıfırı silirəm. Yəni 50'ni bölürəm ona, o da eləyəcək 5 metr. Yaxud da ki, başqa birini yazaq. Yazıram ki, 500-lə yazdıq hamısını. Yazaq indi 600 millimetr bərabər neçə santimetr? İndi uşaqlar, millimetr, santimetr. Arada neçə sıfır var? 1 sıfır var. Deməli, 500-dəki bir sıfırı siləcəm. Neçə santimetr oldu? 50 santimetr. Əgər bu kimi qısa qeydlərin gəlməsini istəyirsinizsə, kanala abunə olaraq bildirişləri aça bilərsiniz.